Vaxtınız xeyir, qəbul sualının izahına başlayırıq. Deməli, bizə modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri deyir A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə, digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. T1 bölü T2 nisbətini hesablayaq. Deməli, bizə nə deyir? İlk növbədə AB. Baxırıq ki, nədir? AB çevrənin yarısı. Yəni, mən bunu çevrəyə tamamlasam, çevrəni verilmiş olur. Amma bizə şərtdə yarım çevrə verir. Biz bilirik ki, çevrənin uzunluğu düstur ümumiyyətlə nədir? L bərabərdir 2 pi-yə bərabərdir, elə deyilmi? Buranı 1 qeyd edeyim. Amma bizə yarım çevrə dediyi üçün nə edeyim? 2-yə bölməliyəm də. Onda nə edəcək? Pi-yə almış oldum. Daha sonra 2-ni necə taparıq? Baxaq. L2-yə baxaq. Bax, biz bilirik ki, çevrə üzrə hərəkətin, yəni mərkəzdən, riyaziyyatdan bilirsiniz də, mərkəzdən kənara qədər olan məsafə nədir? 1 radiusa bərabərdir. Təbii ki, digər də 1 radiusa bərabər. Yəni, ümumilikdə AB məsafəsi 2-yə bərabər oldu da. Bu da L2. İndi düsturumuzu yazaq. Düz xətlə bərabər sürətə V bərabər L bölünsün T-dir düsturumuz. Buradan L-i tapsaq, L bərabər VT eləyəcək. Şərtdə bizə deyir ki, modulca eyni sürətlə hərəkət. Yəni, mənim sürətlərim eynidirsə, onda uzunluqla zaman necədir? Düz mütənasib asılı olacaq. Yazaq. T1 bölünsün T2 bərabərdir L1 bölünsün L2. L2. L1-i tapdıq ki, pi-yerdir. L2-ni tapdıq ki, 2-yerdir. R-lər ixtisar gedəcək, qalacaq pi bölünsün 2.